Değerli qrup üzvləri, hər vaxtınız xeyir olsun. Bugün inşallah ümumi sınaq 23-ün izahını verəcəm. Birinci sualdan başlayaq ya Allah. Birinci sualda deyir ki, sahəsi 240 olan düzbucaqlının tərəfləri 3-ün 5 nisbətindədir. Yəni, deməli, uzunluğu olsun 5x, eni isə 3x. Sahəsi 240-dır. Bir-birinə vuranda 15x-in kvadratı bərabərdir 240-a. X-in kvadratı bərabərdir 16. X də bərabərdir 4-ə. Perimetri bu düzbucaqlının perimetrinə bərabər olan, gəlin əvvəlcə perimetrini tapaq. Onda uzunluq olacaqdır 20, n olacaqdır 12. P bərabərdir 2 vuraq 20 üstə gələk 12. O da bərabərdir 64. Perimetri bu düzbucaqlının perimetrinə bərabər olan, yəni başqa bir kvadrat var ki, tərəfi 4A-dır, tərəfi A-dır, perimetri 4A-dır, o 64-ə bərabərdir. Onda A da bərabər olacaq 16-ya. S bərabərdir 16-nın kvadratı, o da bərabərdir 256, D variantı. İkinci suala baxaq. Tənliyin köklərindən biri 3 olarsa, şuralar tənliyin köklərindən biri 3 olarsa deyirsə, demək x-in yerinə 3 qoyacağıq. 27 üstə gələk 6a çıxaq 3 bərabərdir 0. 6a üstə gələk 24 bərabərdir 0. 6a bərabərdir mənfi 24-ə. A da bərabərdir mənfi 4-ə, E variantı. Üçüncü suala baxaq. Silindrin hündürlüyü 7, oturacağının ən böyük vətəri 3 olarsa, şuralar. Deməli, oturacağının ən böyük vətər, biz bilirik ki, oturacağı bunun dairədir. Ən böyük vətər elə onun dairənin nəyi olacaqdır? Diametri olacaqdır. Deməli, h-ı bərabərdir 7, oturacağın ən böyük vətəri 3 olarsa, yəni D bərabərdir 3-ə. Onun ox kəsiyin sahəsini tapmaq lazımdır. Ox kəsiyi burada yaranan düzbucaqlıdır. Ox kəsiyin sahəsi S ox bərabərdir D vuraq, yəni diametri vuraq, hündürlük, o da bərabərdir 3 vuraq 7, o da bərabərdir 21. Cavab olacaq C variantı. Dördüncü suala baxaq. Ədəd silsiləsində silsilə fərqini tapın. Çox rahat sualdır. D bərabərdir A10 çıxaq A6. Aşağıda isə indekslərin fərqi 10 çıxaq 6 bərabərdir 12 bölək 4. O da bərabərdir 3-ə. Beşinci suala baxaq. Beşinci sualda ABC bucağında DAC bucağı 20 dərəcədir. Burası 20 dərəcədir. Sonra BCA 25 dərəcədir. AH perpendikulyardır HD-yə. H bərabərdir HD-yə və eyni zamanda burada perpendikulyarlıq varsa uşaqlar, demək ki, üçbucaq ABD bərabər yanlı üçbucaqdır. Çünki oturacağa çəkilən hündürlük özünü həm median kimi aparıbdır, həm də hündürlük kimi aparıbdır. Deməli, buradan belə nəticə çıxır ki, AB bərabərdir BD-yə. Bu hissələr bir-birinə bərabərdir. Uşaqlar, deməli, aşağıdakı üçbucaqda 20-25 var. Onda bu xarici bucaq 45 dərəcə olacaqdır. Onda burada 45 dərəcə olacaqdır. Çünki bərabər yanlıdır. Bizdən BAC bucağının bütöv bu bucağı soruşur. Yəni 45 üstə gələk 20 bərabərdir 65. Cavab D variantı. Vuruğu kök işarəsi altına salın deyir. Uşaqlar, mən baxıram ki, kökün altının mənasının olması üçün, deməli, A necə ədədiymiş? A mənfi ədədiymiş. A mənfi ədəd olduqda, bu kökün altına girəndə A öz işarəsinin mənfisini çöldə atır, kvadrata yüksəlir, kökün altına girir. Çöldə də 2 dənə bu mənfi birləşir, nəticəni müsbət əmələ gətirir. Olur kökün altında A-nın kvadratı vuraq, mənfi 4 bölək A, o da bərabərdir. Burada A ilə A kvadratı ixtisar edəcək. Bərabərdir kökün altında mənfi 4A
E variantı. İfadəsi üçün hansı təklif doğrudur? Əvvəlcə nə edirik? Bunu sadələşdirmək üçün vurub açırıq, sadələşdiririk. Olur nə? 5 üstəgələk 5 tangens kvadratı alfa çıxaq kosinus kvadratı alfa çıxaq kosinus kvadratı alfa vuraq tangens kvadratı alfaya. O da bərabərdir. Deməli uşaqlar, burada tangens kvadratı alfanın əvəzinə yaza bilərikmi biz? Sinus kvadratı alfa bölək kosinus kvadratı alfa. Bu kosinus kvadratlar alfalar ixtisar gedəcək. Qalacaq deməli 5 üstəgələk 5 tangens kvadratı alfa çıxaq. Kosinus kvadratı alfa çıxaq, sinus kvadratı alfa. O da bərabərdir. Deməli 5 üstəgələk 5 tangens kvadratı alfa çıxaq. Bunu mötərizəyə alsaq olur kosinus kvadratı alfa üstəgələk sinus kvadratı alfa. O da bərabərdir. Bu bizə 1 verir. 5-dən 1-ni çıxıram 4 üstəgələk 5 tangens kvadratı alfa. Tangens kvadratı alfanın da ən az qiyməti 0-dır. 4-ün üstünə 0 gələndə ən kiçik qiyməti 4 olmalıdır. Burada səhv düşübdür. Ən kiçik qiyməti 4-dür. Ən kiçik qiyməti 4-dür. Cavab olacaq B variantı, düzəliş olunacaqdır. 8-ci suala baxaq. Əbubu veribdir bizə 324. Uşaqlar, əbubda baxıram ki, A-dakı sadə vurğularla B-dəki sadə vurğular eynidir. Hər ikisi 3-lə M-dir. Biz bilirik ki, əbubda kiçikləri götürürük, əkobda isə böyüklərini götürürük. Əbub AB bərabərdir. 3-ün kvadratı ilə 3 üstü 4-dən ən balacası 3-ün kvadratıdır. M-in kvadratı M üstü 5-dən ən balacası M-in kvadratıdır. O da bərabərdir 324-ə. Yəni 3M-nin kvadratı bərabərdir 324-ə. 3M bərabərdir 18 olur. M də bərabərdir 6 olur. Bizdən M soruşurdu. Cavab olacaq A variantı. Xətti funksiyası üçün F5-i tapmaq lazımdır. Belə bilirik ki, uşaqlar, xətti funksiyanın ümumi forması fx bərabərdir AX üstəgələk B şəklindədir və yaxud KX üstəgələk B şəklində. Deməli, burada x-in əvəzinə bir dəfə 3x çıxaq 5 qoyacam, bir dəfə 2x üstəgələk 3 qoyacam. K vuraq, x-in əvəzinə 3x çıxaq 5 üstəgələk B. Üstəgələk K vuraq 2x üstəgələk 3 üstəgələk B bərabərdir 15x üstəgələk 2-yə. Vurub atsaq olur 3kx çıxaq 5k üstəgələk B üstəgələk 2kx üstəgələk 3k üstəgələk B bərabərdir 15x üstəgələk 2-yə. Toplayanda olur 5kx, yəni standart şəklə gətirsək, çıxaq 2k üstəgələk 2b bərabərdir 15x üstəgələk 2. Şola bərabərlik varsa, x-in əmsalları bunlar bir-birinə bərabər olur. Yəni 5k bərabər olur 15-ə, k da bərabər olur 3-ə. K 3-dür. Və eyni zamanda sərbəsədlər, bax bunlar sərbəsəddir bu. Bu isə buna bərabər olur. Yəni mənfi 2k üstəgələk 2b bərabər olur 2-yə. K-nın əvəzinə 3 qoysaq, mənfi 6 üstəgələk 2b bərabərdir 2-yə. 2b bərabərdir 8-ə. B də bərabərdir 4-ə. B-ni tapdıq 4. K-nı tapdıq 3. Yəni ümumi formul olacaqdır. Fx bərabərdir 3k, 3x daha doğrusu üstəgələk 4 şəklində. Bizdən F5-i soruşur. F5 bərabərdir 3 vuraq 5 üstəgələk 4. O da bərabərdir 19. Cavab C variantı.
20-ci suala baxaq. Tam səthinin sahəsi yan səthinin sahəsindən 50 kvadrat metr çox olan düzgün dördbucaqlı prizma. Belə deyək də, tam səthinin sahəsi S tam bərabərdir. Yan səthinin sahəsindən S yan üstə gələk 50. Çox olan düzgün dördbucaqlı prizmanın hündürlüyü H bərabərdir 8-ə. Gəl açaq. Deməli, tam səthin sahəsi olacaqdır nə? Tam səthin sahəsi S tam bərabərdir. Tam səthin sahəsinin düsturu belədir də. S yan üstə gələk 2S oturacaq. Bərabərdir S yan üstə gələk 50. S yanlar islah getsə, S oturacaq bərabərdir 25-ə. S oturacağı necə tapırdıq? P oturacaq, vuraq H şəklində. S oturacaq nə idi? S oturacaq A-nın kvadratıdır da. A-nın kvadratı bərabərdir 25-ə. A da bərabərdir 5-ə. Çünki kvadratdır, axın düzgün dördbucaqlı prizma deyir. Yan səthin sahəsi S yan bərabərdir. P oturacaq, vuraq H. P oturacağımız olur 4A, vuraq 8, yəni 20 vuraq 8 bərabərdir 160 D variantı. 11-ci suala baxaq. Deməli, 11-ci sualda baxıram ki, uşaqlar fərqi 1-dir, hamısında 1-dir, 1-1 artı. Bir əvvəlinin sürət və məxrəcini götürürəm, bir də axırının sürət və məxrəcini götürüb çıxıram bir-birindən. Altda 1 çıxaq, 42-də 1, orta məxrəc 42 gətirsək, bura 7 qalır, bura 1 qalır, 6, o da bərabərdir 7-də 1 E variantı. Bir çevrə üzərindəki 12 nöqtədən biri A nöqtəsidir. Bir təpəsi A nöqtəsində olmaqla bu nöqtələrin birləşməsindən alınan neçə üçbucaq çəkmək olar? Uşaqlar, bir təpəsi A nöqtəsində olmaqla deməli, kombinizon ümumiyyətlə üçbucaq çəkmək üçün 3 nöqtə lazımdır. Biri nağdı A-dırsa, digər ikisini 11-in arasından tapacağım. 11-dən 2 bərabərdir 11 faktorial bölək 2 faktorial vuraq 9 faktorial, o da bərabərdir 10 vuraq 11 bölək 2 55 B variantı. Ədəd kəsir hissəsindən 11 dəfə böyükdür. Ədəd kəsir hissəsindən 11 dəfə böyükdür. Yəni x bərabərdir 11 vuraq kəsir hissəni belə işarə edirik də. Və ədədin özü nəyə bərabərdir? Tam hissəsi üstə gələk kəsir hissəsi. Kəsir hissəsi. Bizdən tam hissə, ədəd tam hissəsindən. Onda tam hissə nəyə bərabərdir? Ədədin özü çıxaq, kəsir hissəsi. Bu da bərabərdir 11 kəsir hissə, çıxaq, kəsir hissə. Bu da bərabərdir 10 kəsir hissə. İndi bizdən nə istəyir? Ədəd deyir tam hissəsindən, ədədin özü 11 vuraq kəsir hissədir. Tam hissəsi isə 10 vuraq kəsir hissədir. İxtisas edəndə 1,1 qalır. B variantı. Bir kvadratın xaricinə və daxilinə çəkilmiş çevrənin radiusların fərqinin nisbətini tapın. Uşaqlar, kvadratın xaricinə çəkilmiş çevrənin radiusu R bərabərdir, diaqonal bölək 2-dir. Xaricinə daha doğrusu. Daxilinə isə tərəfin yarısına bərabərdir, A bölək 2-yə. Kvadratın tərəfini A götürsək, onda diaqonal nəyə bərabər olacaq? A kökü altında 2. Onda R də bərabərdir A kökü altında 2 bölək 2. Bunu da böləcəm A bölək 2-yə. Bu da bərabərdir A kökü altında 2 bölək 2 vuraq 2 bölək A. İxtisar getsə qalır kökü altında 2. Cavab oldu kökü altında 2.
15-ci suala baxaq. 15-ci sualda əsaslar eynidir sol tərəfdə. Vururam loqaritma 3 əsasından x üstə gələk 2 vuraq. 2 çıxaq 1 bərabərdir. Loqaritma 3-ü yazıram. Loqaritma 3 əsasından 27 bir problem yoxdur məncə. Üstə gələk loqaritma 3 əsasından 2. Olur loqaritma 3 əsasından x-in kvadratı çıxaq. Üstə gələk x minus 2 bərabərdir. Loqaritma 3 əsasından buna da vurulanda 54 edir. X-in kvadratı üstə gələk x minus 2 minus 54 bərabərdir 0-a. X-in kvadratı üstə gələk x minus 56 bərabərdir 0-a. Bu da mənfi 8 ilə müsbət 7-dir. Mənfi 8 ilə işimiz yoxdur, götürə bilmərik. Çünki mənfi 8 qoyanda bunlar mənfi eləyəcəkdir. Cavab olacaq 7. 16-cı suala baxaq. Moduldan bir dəfə olduğu kimi çıxardacağım. 3-də 1 çıxaq x kiçikdir 6. Bir dəfə də 3-də 1 çıxaq x böyükdür mənfi 6 bərabərsini həll edəcəm. Burada mənfi x kiçikdir. Altdan 3-də 1-in çıxanda 5 tam 3-də 2. X da böyükdür mənfi 5 tam 3-də 2. Burada mənfi x böyükdür 6-dan mənfi 6-dan 3-də 1-in çıxanda mənfi 6 tam 3-də 1. X da kiçikdir 6 tam 3-də 1-dən. Ədəxunda qeyd etsək, bu olur mənfi 5 tam 3-də 2. Bu da olur 6 tam 3-də 1. Bundan böyüklər, o birisindən isə kiçiklər. Bundan isə kiçiklər, üst-üstə düşən isə bunlardır. Bərabərsində necə tam ədəd var. Deməli, mənfi 5 ödəyir, sonra mənfi 4, mənfi 3, mənfi 2 və s. 6-da dayanır. 5, buradan 6, buradan 11, bir dənə də 0, 12 dənə. 17-ci suala baxaq. Z bərabərdir 3 çıxaq 4i. İnşallah bunu ayrı-ayrı parçalayaq. 5-də 3 minus 5-də 4i şəklində yaza bilərik. Modul Z bərabərdir. Kökün altından 25-də 9. Üstə gələk 25-də 16. 25-də 25 edir. Bundan isə 1 çıxır. 18-ci suala baxaq. İki müstəvi arasındakı qalan bucaq 60 dərəcədir. Şurada deməli, iki müstəvi arasında qalan bucaq 60 dərəcədir. Bu müstəvilərin hər birindən 4 məsafədə olan xəttin, yəni buradan bura qədər məsafədə 4-dür. Buradan bura qədər məsafədə 4-dür. Nöqtədən bu müstəvilərin kəşmə xəttinə qədər olan məsafə, yəni bu məsafələr bərabərdirsə, onda bu tən bölən olacaqdır. 30 dərəcədir. Bura 4-dürsə, 30 dərəcə bucaq qarşısındakı katet 4-dürsə, onda hipotenuz da olacaqdır 8. 19-cu suala baxaq. Təriflər sistemdən x vuraq y tapın deyir. Çox rahat. Tərəf-tərəfə çıxsaq, yuxarıdan aşağını çıxsaq, olur 3y bərabərdir 18-ə, y də bərabərdir 6-ya. Y 6-dırsa, elə x də 6-dır. X vuraq y bərabərdir. Dəqiqə. Çıxanda uşaqlar, tərəfə çıxmışam, bu 12 eləyəcək, y 4 eləyəcək. Y 4-dürsə, bu da 8 eləyəcək. Mən niyə bunu belə qatdım, qarışdırdım bir-birinə? Baxaq, bax, tərəfə çıxsaq, olur 3y bərabərdir 6, y də bərabərdir 2. Y 2-dirsə, x da 10 olacaqdır. Hasili də 20 eləyəcək. ABCD trapesiyasında bucaq ABD. Bucaq ABD. Bu bucaq B ABD BCD-yə bərabərdir. Şəkildə bunun bərabərliyi yaxşı görünmür, çünki bir iti budaq kimi görünür. BC 2-dir, AD bərabərdir 18 olarsa, BD bərabərdir 6 olsa, AB-ni tapmaq lazımdır. Uşaqlar,
Bura beta olsa əgər, onda burada beta olasıdır. Çünki bunlar bərabər çarpaz bucaqlardır. Baxın, deməli, bu üçbucaqlar, üçbucaq ABD ilə üçbucaq deməli DC B üçbucaqlar oxşardılar. Çünki hər ikisinin alfa beta bucaqları var B əlamətinə görə. AB-ni tapmaq lazımdır. Alfanın balaca üçbucaqda alfanın qarşısındakı 6-nın, böyük üçbucaqda alfanın qarşısındakı 18-ə nisbəti bərabərdir betanın qarşısındakı 5-in, böyük üçbucaqda betanın qarşısındakı x-a nisbəti. Yəni 6x bərabər olur. Bunlar ixtisar edəcək də 3, x də bərabərdir 15-ə. 21-ci sualda elgi 15-i veribdir bizə. Uşaqlar, elgi 15-i belə yaza bilərik. Elgi 5 üstə gələk elgi 3 bərabərdir A-ya. Elgi 3-ü də B veribdir. Yəni elgi 5 üstə gələk B bərabərdir A-ya. Yəni elgi 5 bərabərdir A çıxaq B-yə. Elgi 5-in əvəzinə yazıram elgi 10 bölək 2 bərabərdir elgi 10 çıxaq elgi 2. Yəni 1 çıxaq elgi 2 bərabərdir A çıxaq B-yə. Buradan da elgi 2 bərabərdir 1 çıxaq A çıxaq B-yə. Yəni B çıxaq A üstə gələk 1. B çıxaq A üstə gələk 1. Bunların hər tərəfini A kvadratına bölsək, 1 çıxaq 4 bölək A üstə gələk 4 bölək A kvadratı. 1 çıxaq 5 bölək A üstə gələk 6 bölək A kvadratı. Bunlar hamısı sıfıra gedirlər. Son nəticədə 1 qalacaq. Daxili bucaq xarici bucağına bərabər olan düzgün çoxbucağın tərəflərinin sayını tapın. Uşaqlar bunu düsturla yaza bilərik. Bir daxili bucağı 180 vuraq. N çıxaq 2 bölək N bərabərdir 360 bölək N-ə. Bunlar ixtisar gedəndə 180 N çıxaq 360 bərabərdir 360-a. 180 N bərabərdir 720-yə. N də bərabərdir 4-ə. 24-cü sualda hər tərəfi kotangens almaq üçün hər tərəfi bölərəm sinusa. Onda 1 üstə gələ kosinusu sinusa böləndə kotangens alfa. Aşağıda 1 çıxaq kotangens alfa. O da 5-dir. 1 üstə gələk 5. 1 çıxaq 5. Aşağı mənfi 4 eləyir. Yuxarı 6 eləyir. O da bərabərdir mənfi 1,5. İki növ məhsulun biri 30% xeyirlə, digəri 30% zərərlə satıldıqda 24 manat zərər olur. Birincinin qiymətini x götürək. İkincinin qiyməti isə y götürək. 30% xeyirlə deyəndə 1,3x, digəri isə 30% zərərlə satılıbdır. Yəni 0,7y satıldıqda 24 manat zərər olub. Yəni ümumi x üstə gələk y-dən yəni 24 manat kəm olubdur. Olur 0,3x çıxaq 0,3y bərabərdir mənfi 24-ə və yaxud 0,3y çıxaq 0,3x müsbət alınması üçün yerlərini dəyişdim. Hər tərəfi 0,3-ə bölsək, y çıxaq x bərabərdir 80. 80 manat imiş bunların fərqi. Və salam, sağ olun, Allah'a emanet qalın.